Qoç, əhvalın dəyişməsi bu günü olduqca çətinləşdirəcək. Başqaları ilə münaqişələrdən qaça bilməyəcəksiniz. Baxış nöqtələriniz həmişə üst-üstə düşməyəcək, ona görə də qarşılıqlı anlaşmaya nail olmaq kifayət qədər çətin olacaq. Əksər qoçlar həmkarlarının köməyinə ümid etməməlidirlər, yaxşı olar ki, özlərinin öhdəsindən gələ bilsinlər. Bir az sonra özünüzü idarə edə, zədələnmiş münasibətləri bərpa edə və hətta yeni əlaqələr qura biləcəksiniz. Dürüstlük və açıqlıq sizin xeyrinizə işləyəcək və bir çox vacib məsələlərin həllinə kömək edəcək. Qərar verməkdə tələsməyin. Qeyri-müəyyən vəziyyətlər yarana bilər və nəyin nə olduğunu anlamaq üçün sizə vaxt lazımdır. İşdə fikir ayrılıqları, həmkarlarla mübahisələr istisna deyil. Çox yaxşı anlaşdığınız insanlarla belə ümumi dil tapmaq asan olmayacaq. Müsbət tendensiyaların təsiri zaman keçdikcə artacaq, günün ikinci yarısı birincidən daha uğurlu olacaq. Kiçik detallara diqqət yetirməyə çalışın. Son vaxtlar sizi və yaxınlarınızı narahat edən bir çox suallara düzgün cavab tapacaqsınız. Günə vacib və çətin işlərlə başlayın. Əvvəllər alınmayan işlərin öhdəsindən yaxşı gələcək, başqalarının bacarmadığı yerdə uğur qazanacaqsınız. Sərfəli əməliyyatlar, eləcə də gözlənilməz mənbələrdən gəlirinizin olması mümkündür. Günün birinci yarısı iş məsələlərini müzakirə etmək, potensial tərəfdaşlar və işə götürənlərlə görüşlər üçün münasibdir. Günün ikinci yarısı gərgin keçəcək. Planlar pozula bilər və bəzi işləri kənara qoymalı olacaqsınız. Ancaq bu barədə narahat olmamalısınız, çünki lazım olan hər işə vaxtınız olacaq. Ünsiyyətdə aydın olmaq lazımdır. Bütövlükdə gün yaxşı keçəcək, amma xoşagəlməz söhbətlər, kiminsə sərt iradları əhval-ruhiyyənizi poza bilər. Sizi adətən tənqid edənlərdən, arzu olunmaz məsləhətlər verənlərdən uzaq olmağa çalışın. Bugün belə insanlar sizi asanlıqla çaşdıra, diqqətinizi vacib işlərdən yayındıra bilərlər. Gün öyrənmək, eləcə də müşahidə, təfərrüata diqqət tələb edən istənilən problemi həll etmək üçün əlverişlidir. Başqalarının gözdən qaçırdığını görəcək və düzgün nəticələr çıxaracaqsınız. Gözlənilməz mənbələrdən qazancınız ola bilər. Məhsuldar gün olacaq. Artıq birinci yarısında ilk baxışdan şərait çox uğurlu görünməsə də çox şey etməyə vaxtınız olacaq. Vaxt keçdikcə müsbət tendensiyaların təsiri artacaq, çoxdan planlaşdırdığınız işləri icra edə biləcəksiniz. Gün yaradıcı yanaşma tələb edən istənilən fəaliyyət üçün münasibdir. Belə məsələlərdə köhnə dostlar və digər yaxın insanlar həvəslə kömək edəcəklər, onların dəstəyi sayəsində istədiyiniz nəticəni tez bir zamanda əldə edəcəksiniz. Qeyri-adi görüşlər, sizdə güclü təəssürat yaradacaq tanışlıqlar mümkündür. Günün əvvəlində çox qeyri-ciddi davranmayın. Bu zaman hər hansı bir işə ciddi yanaşmaq vacibdir, hər şeyin öz-özünə alınacağını gözləməyin. Şübhəsiz ki, uğur qazanacaqsınız, ancaq bunun üçün müəyyən əzmkarlıq tələb olunacaq. Gün qeyri-rəsmi görüşlər üçün münasibdir. Darıxdığınız insanlarla söhbət etmək imkanı yaranacaq. Köhnə əlaqələri bərpa etmək, mübahisə etdiyiniz insanlarla barışmaq mümkün olacaq. Səyahətlər yaxşı nəticələnəcək. Buğa, yeni nailiyyətlərin vaxtıdır. Siz təsirli nəticələr əldə edə və hətta başqalarının çətin tapdığı işlərin öhdəsindən gələ biləcəksiniz. Bir çox buğa qeyri-adi dərəcədə inandırıcı olacaq ki, bu da onlara lazımi insanlarla asanlıqla danışıqlar aparmağa imkan verəcək. Bəzi köhnə rəqiblər sizin tərəfinizə keçəcək. Səyləriniz diqqətdən kənarda qalmayacaq. Sürətli karyera yüksəlişi olduqca mümkündür. Axşam saatlarında xoş xasiyyətli və mehriban əhval-ruhiyyədə olacaqsınız. Sevdiklərinizlə vaxt keçirmək üçün yaxşı vaxtdır, xüsusən də bir müddətdir açıq danışmaq şansınız yoxdursa. Günə vacib işlərlə başlayın, onların öhdəsindən təəccüblü dərəcədə tez gələ bilərsiniz. Bir çox cəsarətli təşəbbüsləri uğur müşayiət edəcək. Köhnə dostlar və yeni tanışlar sizi məmnuniyyətlə dəstəkləyəcəklər. Uzun müddətli səmərəli əməkdaşlığa yol açan görüşlər istisna edilmir. Günün ikinci yarısı cari işlər, eləcə də sənədlərlə işləmək, rəsmi müraciətlər hazırlamaq və vermək, dövlət qurumları ilə təmaslar üçün daha münasibdir. Şəxsi işlər bir müddət arxa plana keçəcək və bu, bəzi buğaları narahat edəcək. Bununla belə, yaxınlarınızla münasibətlər isti və ahəngdar qalacaq.
İntuisiyanıza qulaq asın, onun göstərişlərinə əməl edərək uzun müddətdir ki, can atdığınız hədəfə nail olacaqsınız. Əhəmiyyətli irəliləyiş ehtimalı var, mövqelərinizi gücləndirmək, bədxahları pərt etmək şansınız olacaq. Nüfuzlu insanlar sizin nəyə qadir olduğunuzu görəcək və tezliklə maraqlı təkliflər verəcəklər. Gün şəxsi münasibətlər baxımından əlverişli olacaq. Başqaları ilə münasibət qurmaq heç də çətin olmayacaq, çox vaxt onları mükəmməl başa düşəcəksiniz. Günün ikinci yarısında romantik davam alan tanışlıq mümkündür. İstənilən ciddi məsələ səhər saatlarında müzakirə olunmalıdır. Müxtəlif insanlarla asanlıqla ümumi dil tapa bilərsiniz, hətta adətən əlaqə qurmaq istəməyənlərlə də danışıqlar apara bilərsiniz. Əməkdaşlıq üçün qeyri-adi təkliflər mümkündür. İntuisiyanız sizə deyəcək ki, onlara müsbət cavab vermək lazımdır, buna görə peşman olmayacaqsınız. Günün ikinci yarısı yorucu görünə bilər. Bu, emosional fonun daha güclü olacağı və hətta kiçik hadisələrə reaksiyanızın çox kəskin olacağı saatlardır. Gərgin vəziyyətlərdən qaçmağa çalışın. Rahatlanın, mühiti dəyişdirin, bütün bunlar fayda verəcək. Gün məşğul keçəcək. Boş yerə vaxt itirmək istəməyəcəksiniz və yalnız özünüz üçün deyil, başqaları üçün də bir çox faydalı işlər görməyə vaxtınız olacaq. Əvvəllər başlayan işləri başa çatdırmaq, uzun müddət alınmayan işlərin öhdəsindən gəlmək mümkün olacaq. Mürəkkəb məsələlərin həllində yaxın insanlar həvəslə kömək edəcəklər, bu barədə onlardan xahiş etməyə belə ehtiyac olmayacaq. Şəxsi münasibətlərdə təşəbbüsü ələ almaq, sizi çoxdan bəyənənə birinə doğru addım atmaq faydalı olacaq. Günün ikinci yarısı xüsusilə sevgi sahəsində buğalar üçün əlverişli olacaq. Onları xoş sürprizlər və xoş xəbərlər gözləyir. Gün köhnə dostlar və yeni tanışlarla görüşlər üçün əlverişlidir. Ümumi dil tapmaq asan olacaq, söhbət üçün çoxlu maraqlı mövzular olacaq. Ola bilər ki, iş və bizneslə bağlı bəzi məsələləri müzakirə etmək istəyəcəksiniz. Faydalı olacaq, faydalı məsləhətlər alacaqsınız. Pulla bağlı məsələlərdə diqqətli olmalısınız. Bugün siz bunun həqiqətən lazım olub-olmadığını düşünmədən pul xərcləməyə meyilli olacaqsınız. Plansız alışların uğurlu olma ehtimalı azdır. Qalan sahələrdə vəziyyət yaxşı olacaq. Şəxsi münasibətlərlə bağlı hər işdə intuisiyanıza qulaq asmaq faydalı olacaq. Əkizlər. Ulduzlar demək olar ki, bütün gün sizin tərəfinizdə olacaq. Yüngüllük və emosional yüksəliş hissi istənilən sürprizin öhdəsindən gəlməyə kömək edəcək. Bir çox əkizlər təsir edici nəticələr əldə edəcək və bəzi cəsarətli xəyalları gerçəkləşdirəcəklər. İş problemləri ilə eyni vaxtda ev məsələlərini həll etməli ola bilərsiniz, lakin bu çox yorucu olmayacaq. İdeyalarınız tam təsdiqlə qarşılanacaq və sübut edilmiş müttəfiqlər onları həyata keçirməyə kömək edəcəklər. Siz pozulmuş dostluqları bərpa edə biləcəksiniz və bu, nəinki sizi sevindirəcək, həm də işlərinizin vəziyyətinə müsbət təsir göstərəcək. Günün erkən saatlarında heç yerə tələsməyin. Əvvəl başladığınız işi təlaşsız başa çatdırmaq, işləri qaydasına salmaq, lazımsız qayğılardan yaxa qurtarmaq üçün doğru zamandır. Özünüz üçün vacib qərarlar verəcəksiniz. Heç kim sizi çaşdıra bilməz. Günün ikinci yarısı daha çox hadisə gətirəcək. Köhnə tanışlarla görüşlər, maraqlı söhbətlər ola bilər. Bəzi əkizlər çoxdandır gözlədikləri məlumatı alacaqlar. Mümkündür ki, planlarınızı dəyişməyə, diqqətinizi tamamilə yeni bir işə yönəltməyə qərar verəsiniz. Yeni işlər görün. Əvvəlcə onlar çətin görünə bilər, lakin siz necə uğur qazanacağınızı tez başa düşəcək və bilməli olduğunuz hər şeyi öyrənəcəksiniz. Çox güman ki, xoş tanışlıqlar, yeni insanlarla görüşlər və ünsiyyət sizi sevindirəcək. Maraqlı biznes təklifləri istisna deyil. Bəzi əkizlər çoxdan maraqlandıqları işi görə biləcəklər. Gün səyahət üçün əlverişlidir. Axşam sevənlərə xoş sürprizlər vəd edilir. Gün biznesdə təşəbbüs göstərmək, yaxşı tanıdığınız insanlara yeni nəsə təklif etmək üçün mükəmməldir. Fikirləriniz çoxlarının xoşuna gələcək. Əgər onları həyata keçirmək üçün köməkçilərə ehtiyacınız varsa, onları tapmaq çətin olmayacaq. Danışıqlar, potensial tərəfdaşlar və işə götürənlərlə görüşlər yaxşı keçəcək. Şəxsi münasibətlərdə müsbət meyllərin təsiri də üstünlük təşkil edəcək. Çox fərqli insanlarla ortaq dil tapa biləcəksiniz və öz hisslərinizi anlayacaqsınız.
Axşam romantik görüş üçün ideal vaxtdır. Gün yaxşı keçəcək. Bugün intuisiyanız xüsusilə kəskin olacaq. Onun göstərişlərinə qulaq asın, necə davranacağınızı, ilk növbədə nəyə diqqət yetirməli olduğunuzu və nəyi sonraya təxirə salacağınızı başa düşəcəksiniz. Ola bilsin ki, eyni vaxtda bir neçə işin öhdəsindən gəlməli olacaqsınız. Bununla belə çaşqınlıq və lazımsız təlaşa da yol verməyəcəksiniz. Köhnə dostlarla görüşməkdən həzz alacaqsınız. Son vaxtlar çox danışmasanız belə, bugün anlaşmaq asan olacaq. Söhbət üçün çox maraqlı mövzular var, gözlənilməz hədiyyələr, xoş sürprizlər ola bilər. Günün əvvəlində dinc əhval-ruhiyyəyə uyğunlaşın. Bu, bəzi ailə tədbirləri, qohumlarla görüşlər planlaşdıran əkizlər üçün xüsusilə vacibdir. Xırda anlaşılmazlıqlar yarana bilər və gərginlikləri yumşaltmaq və mübahisələrin qarşısını almaq vacib olacaq. Zaman keçdikcə müsbət tendensiyalar güc yığacaq. Günün ikinci yarısı xoş xəbərlər, xoş sürprizlər vəd edir. Son zamanlar sizi narahat edən bir problem uğurla həll oluna bilər. Gələcəklə bağlı planlarda əminlik olacaq, əhval-ruhiyyəniz yaxşılaşacaq. Xərçəng. Natiqliyiniz və incəliyiniz sayəsində hər kəslə ortaq dil tapacaqsınız. Başqasının nöqteyi nəzərini başa düşmək, ümumi maraqları və dəyərləri tapmaq və güzəştli həllər təklif etmək sizin üçün asan olacaq. Nəticədə bir çox xərçəng əla danışıq və parlaq danışıqlar aparan insanlar kimi şöhrət qazanacaq. Bu istedadlar sizə təkcə çoxlu faydalı əlaqələr qurmağa deyil, həm də yaxşı pul qazanmağa imkan verəcək. Günün sonunda heç bir səbəb olmadan özünüzü narahat hiss edəcəksiniz. Ona görə də bu zaman mühüm qərarlar qəbul etməməlisiniz. Sevimli hobbi və ailə üzvlərinin dəstəyi sizə emosiyalarınızın öhdəsindən gəlməyə kömək edəcək. Sınanılmış üsullarla hərəkət etməyə çalışın və risk etməyin. Pul məsələsində diqqətli olmaq xüsusilə vacibdir. Alış-verişə tələsməmək daha yaxşıdır. Sizi yaxından tanıyan insanların məsləhətlərinə qulaq asmaq faydalı olacaq. Gün yaxınlarınızla ünsiyyət, mehriban görüşlər və ailə tədbirləri üçün münasibdir. Anlaşmazlıqlar və mübahisələr keçmişdə qalacaq. Əvvəllər anlaşa bilmədiyiniz insanların qəlbində nə olduğunu başa düşəcəksiniz. Axşam sevənlər üçün xoş sürprizlər vəd edilir. Bu saatlar romantik görüş üçün əlverişli olacaq. Qətiyyətlə hərəkət edin. Vaxtınızı boş yerə sərf etməsəniz çox şeyə nail olacaqsınız. İntuisiyanız sizə ilk növbədə nəyə diqqət yetirməli olduğunuzu və nəyin sonraya təxirə salına biləcəyini söyləyəcək. Fikirləriniz çoxlarının xoşuna gələcək. Onların həyata keçirilməsinə kömək edənlər tapılacaq. Nüfuzlu insanlar tərəfindən də dəstək təklif ediləcək. Bəlkə də uzun bir əməkdaşlığın başlanğıcı qoyulacaq. Bu, peşəkar mövqeyinizi gücləndirməyə, biraz sonra isə karyera pillələrində yüksəlməyə imkan verəcək. Pulla bağlı məsələlərdə ehtiyatlı olmaq lazımdır. Bugün nə alış-verişə, nə də sövdələşmələrin bağlanmasına tələsmək lazım deyil. Diqqətlə düşünün, doğru həll yolunu mütləq tapacaqsınız. Əgər soyuqqanlılığınızı qoruyub saxlaya bilsəniz, gün yaxşı keçəcək. Təhrikçi hisslərə tab gətirməyə çalışın, qarşısını almaq mümkün olan mübahisələrə girməyin. İstənilən ciddi məsələnin müzakirəsi günortaya qədər təxirə salınmalıdır. Bu zaman kompromis əldə etmək daha asan olacaq. Yaradıcı yanaşma, təxəyyül tələb edən işlərin öhdəsindən yaxşı gələcəksiniz. Sizin irəli sürdüyünüz fikirlər dərhal başqalarını razı salmayacaq. Lakin tezliklə skeptik insanlar fikirlərini dəyişəcəklər. Günortadan sonra çoxları başa düşəcək ki, siz çox şeyə qadirsiniz. Tələsmək lazım deyil. Günün əvvəlində xəyal qurmaq, imkanlarınızı həddən artıq qiymətləndirmək asan olacaq. Səhvlər istisna edilmir, buna görə daha sonra planları dəyişdirməli, etmək istədiyinizi təxirə salmalı olacaqsınız. Xırda detallara qarşı diqqətli olun. Bu, hətta ən kiçik səhvlərdən qaçmağa kömək edəcək. Zamanla müsbət tendensiyaların təsiri artacaq, günün ikinci yarısı birincidən xeyli asan və xoş keçəcək. Uğurlu təsadüflər sizi maraqlı fikirlərə çəkib aparacaq. Yeni tanışlıqlar istisna deyil. Həm dostluq, həm də romantik əlaqələr başlaya bilər. Bugün üçün vacib bir iş planlaşdırırsınızsa, səhər saatlarında ciddi əhval-ruhiyyəyə kökləmək və işləri uzun müddət təxirə salmamaq daha yaxşıdır.
Kiçik adi işlərin həllinə belə yüngül yanaşmaq olmaz, əks halda bu, normalda olduğundan daha çox vaxt aparacaq. Gün köhnə dostlarla görüşlər üçün əlverişlidir. Ümumi planları müzakirə etmək, bəzi birgə fəaliyyətləri razılaşdırmaq mümkün olacaq. Alış-verişə və sövdələşmələrə tələsməmək daha yaxşıdır. Bugün xəyallar qurmağa meyilli olacaqsınız və təəssüf ki, itkiləri düzgün qiymətləndirmədən addımlar ata bilərsiniz. Şir, sizi qeyri-adi firavan gün gözləyir. Bütün məsələlər asanlıqla və uğurla həll olunacaq. Yeni əldə etdiyiniz biliklər faydalı olacaq. Təcrübəli həmkarların məsləhətləri faydalı və vaxtında olacaq. Siz inamla ən iddialı layihələri öhdəsinə götürə bilərsiniz, sübut edilmiş müttəfiqlərin köməyi uzun sürməyəcək. Bir çox şirlər liderlik keyfiyyətlərini nümayiş etdirəcək və bununla da sürətli karyera yüksəlişi şanslarını artıracaqlar. Qarşınızda bir çox əlverişli perspektivlər açılacaq, onlardan uğurla istifadə edəcəksiniz. Şəxsi həyatınız da xoş sürprizlər və canlı emosiyalar gətirəcək. Bugün ortaya çıxacaq yeni ideyalara diqqət yetirin. İlk baxışdan onlar çox orijinal və cəsarətli, həmçinin reallıqdan uzaq görünə bilər. Ancaq biraz sonra planınızı necə həyata keçirə biləcəyinizi başa düşəcəksiniz. Sizin səylərinizi dəstəkləməyə hazır insanlar da olacaq. Günün ikinci yarısı narahat və məhsuldar olacaq. Çox güman ki, bu zaman eyni anda bir neçə işin öhdəsindən gəlməli olacaqsınız. Bu, kifayət qədər yorucu olacaq, amma səhv etməyəcəksiniz, əla nəticələr əldə edəcəksiniz. Hədiyyələr gözlənilməz mənbələrdən nağd gəlir ehtimal olunur. Günün əvvəlində xırda səbəblərə görə narahat olmamağa çalışın. Siz xüsusilə həssas olacaqsınız, digər hallarda sadəcə olaraq görmədiyiniz xırdalıqlara görə əsəbləşə bilərsiniz. Yavaş-yavaş əlverişli tendensiyaların təsiri artacaq, müsbətə köklənəcəksiniz, əvvəllər fərq etmədiyiniz fürsətləri görəcəksiniz. Günün ikinci yarısında bir çox işlər sizin üçün asan olacaq. Yeni təşəbbüslər üçün əlverişli zamandır, böyük uğurlar əldə edə bilərsiniz. Bu dövr həm də ünsiyyət üçün əlverişli olacaq. Çox fərqli insanlarla asanlıqla ortaq bir dil tapa bilərsiniz. Günün başlanğıcı parlaq və maraqlı olacaq. Bu zaman çətin işlərin öhdəsindən gələ bilərsiniz, şübhəsiz ki, onların öhdəsindən mükəmməl gələcəksiniz. Bəzi köhnə problemləri həll etmək, əvvəllər buraxılmış səhvləri düzəltmək mümkün olacaq. Bundan sonra özünüzü daha inamlı və azad hiss edəcəksiniz. Günün ikinci yarısında yaxınlarınızın dəstəyi sizin üçün xüsusilə önəmli olacaq. Lazım olan dəstəyi alacağınıza heç bir şübhə yoxdur. Bu vaxt dostlarla görüşlər, bəzi ailə tədbirləri üçün münasib zamandır. Onlar sizə müsbət əhval-ruhiyyə gətirəcək. Sevənləri uzun müddət xatırlayacaqları romantik sürprizlər gözləyir. Günə ciddi məsələləri müzakirə etməklə başlayın. Hətta adətən yalnız öz mövqeyini nəzərə alanlar belə sizin fikrinizi dinləyəcəklər. Son zamanlar gərginləşən münasibətlərin yaxşılığa doğru necə dəyişəcəyi bəlli olacaq. Sizi küstürən insanlar bu səhvi düzəltməyə çalışacaqlar. Günün ikinci yarısında yaxınlarınızdan birinin köməyinizə ehtiyacı ola bilər. İmtina etməməyə çalışın. Başqaları üçün etdiyiniz hər şey sizə də fayda verəcək. Axşam maliyyə və ya əmlakla bağlı xoş xəbərlər vəd edilir. Yeni ideyaları təxirə salmayın. Bugün ulduzlar sizin tərəfinizdədir və planlarınızı həyata keçirmək çətin olmayacaq. Şübhəsiz ki, kömək etmək istəyənlər olacaq. Son zamanlar sizə qarşı bədxah davrananlar arasından ortaqlarını çıxa bilər. Onlar sizin haqqınızda fikirlərini dəyişəcək, münasibətləri yaxşılaşdırmaq istəyəcəklər. Günün birinci yarısı sakit, ikinci yarısı daha gərgin keçəcək. Bəzi xırda anlaşılmazlıqlar, uğursuz təsadüflər ola bilər. Ancaq ciddi problem olmayacaq, ona görə də çox narahat olmamalısınız. Axşam saatları sizi sevdiklərinizlə bağlı xoş xəbərlərlə sevindirəcək. Qız, əgər emosiyalarınızın öhdəsindən gələ bilməsəniz, gün çox problem gətirəcək. Bəzi qız bürcləri həddindən artıq həssas olacaqlar, bu da başqaları ilə münasibətlərinə yaxşı təsir göstərməyəcək.
Siz xırda şeylərə və xırda nöqsanlara yersiz əhəmiyyət verməməlisiniz. Bu işinizin nəticələrinə çox təsir etməyəcək, lakin bu sizin üçün xoşagəlməz bir insan kimi çox yaxşı reputasiya yarada bilər. Nəzakət və səbir sizə bir çox problemdən qaçmağa kömək edəcək. Gün yeni başlanğıclar üçün çox uyğun deyil. Başladığınız işi başa çatdırmağa və sizin üçün vacib olan insanlarla yaxşı münasibətləri qorumağa diqqət edin. Kiçik nəticələrlə kifayətlənməyin. Bugün ciddi əhval-ruhiyyəyə köklənsəniz, çox şeyə nail olacaqsınız. Boş yerə vaxt itirməyin. Vəziyyətin uğurlu olması əvvəllər çox səy göstərdiyiniz bir işin öhdəsindən uğurla gəlməyə imkan verəcək. Çox nüfuzlu insanlar da daxil olmaqla yeni müttəfiqləriniz ortaya çıxacaq. İşgüzar və şəxsi münasibətləri qarışdırmamaq vacibdir. Sevdiyiniz və sevmədiyiniz şeylər iş və ya bizneslə bağlı qərarlara təsir etməməlidir. Bugün maliyyə sövdələşmələri üçün uyğun gün deyil. Vacib məsələləri müzakirə edin. Bugün əvvəllər ünsiyyətdə olmadığınız insanlarla ortaq dil tapa biləcəksiniz, çox fərqli insanları daha yaxşı başa düşəcəksiniz. Çox güman ki, xoş xəbərlər, çoxdan gözlənilən təkliflər, eləcə də sizə maraqlı fikirlər verəcək heyrətamiz hadisələr yer alacaq. Ola bilər ki, planlarınızı dəyişmək, tamamilə yeni nəyəsə keçmək istəyəcəksiniz. Günortadan sonra həddindən artıq yükdən və stresli vəziyyətlərdən qaçmağa çalışın. Bu zaman dincəlmək və özünüzü bərpa etmək sizin üçün faydalı olacaq. Dostlarla görüşmək əhvalınızı yüksəldəcək. Hər şey yaxşı olacaq. Ancaq xırda problemlərə həddən artıq kəskin reaksiya verən, başqa vaxtlar sadəcə diqqət yetirməyəcəyiniz məsələlərə görə narahat ola bilərsiniz. Pozitiv olmağa çalışın. Bu alınsa, əvvəllər görmədiyiniz fürsətləri görəcəksiniz. İşgüzar ünsiyyətdə aydınlıq tələb olunacaq. İşlə, bizneslə, qiymətli əmlakla bağlı hər məsələdə yalnız yaxşı tanıdığınız insanlara etibar etməlisiniz. Əgər kimsə sizi perspektivli, lakin açıq-aydın riskli ideyalarla maraqlandırmağa çalışırsa, ehtiyatlı olmalısınız. Gün yeni işlər üçün əlverişlidir. Əvvəlcə onlar mürəkkəb görünə bilər, ancaq istədiyiniz nəticəni necə əldə edəcəyinizi tez başa düşəcəksiniz. Siz gözləmədiyiniz insanlardan dəstək alacaqsınız. Son vaxtlara qədər asan olmayan münasibətlər yaxşılığa doğru dəyişməyə başlayacaq. Günün birinci yarısı sakit keçəcək, ikinci yarısında isə emosional fon gərginləşəcək. Müsbət əhvala köklənməyə çalışın, bugün qarşınızda açılacaq imkanlara daha çox diqqət yetirin. Gün xüsusilə məhsuldar olmayacaq, lakin istirahət üçün çox uyğundur. Ürəyiniz istəyəni edin, məhz belə davranış sizə müsbət yöndə köklənməyə, ruhlanmağa və həzz almağa kömək edəcək. Yaxınlarınızla ünsiyyət də müsbət emosiyalar gətirəcək, birlikdə gözəl vaxt keçirəcəksiniz. Səyahət edərkən daha diqqətli olmalısınız. Səfərə çıxarkən lazım olan hər şeyi özünüzlə apardığınızdan bir daha əmin olun. Qeyri-adi görüşlər, eləcə də dostluq və ya romantik münasibətlərə start verəcək tanışlıqlar mümkündür. Tərəzi. Enerjinizi düzgün istiqamətə yönəltsəniz, çox şeyə nail ola bilərsiniz. İmpulsiv davranış və düşüncəsiz hərəkətlər işdə sizə mane ola bilər. Bəzi tərəzilər inadkarlığa və ambisiyaya meyilli olacaqlar. Bununla belə, eyni keyfiyyətlər əzmkarlığa çevrilə və iş məqsədlərinə çatmağa yönəldilə bilər. Bu halda siz özünüzü inamlı lider və yaxşı peşəkar kimi təsdiq edəcəksiniz. Qərar verməkdə çox tələsməyin. Etibarlı müttəfiqlərin məsləhətləri uyğun olacaq, ona görə də ona qulaq asmaq zərər verməz. Təhriklərə təslim olmayın, əhvalınızı pozmağa çalışanlarla mübahisə etməyin. Sadəcə ətrafında sakit qalmaq çətin olan insanlardan uzaq durun. Bu, gərgin anların qarşısını almaq üçün kifayət edəcək. İş məsələlərinin həlli üçün əlverişli gündür. Başqalarının gözündən qaçan təfərrüatları görəcəksiniz, heç nəyi unutmayacaq və qarışdırmayacaqsınız. Əməkdaşlıq üçün təkliflər almağınız mümkündür. Çox düşünmədən onlarla razılaşacaqsınız və peşman olmayacaqsınız. İş yerində romantik münasibətlər istisna edilmir. Ehtiyatlı olun. Bugün hər şeyi düzgün düşünənə qədər qərar verməyə tələsməmək, planlarınızı kökündən dəyişməmək daha yaxşıdır. Yeni tanışlarla ünsiyyət ehtiyatlılıq tələb edəcək ola bilsin ki, sizi hansısa şübhəli işlərə cəlb etməyə çalışsınlar. Hər işdə yaxınlarınıza güvənə bilərsiniz.
Onlar istənilən şəraitdə sizin tərəfinizdə olacaqlar. Planlaşdırılmamış xərclər mümkündür. Ola bilsin ki, əvvəllər haqqında heç düşünmədiyiniz bəzi alış-verişləri etmək lazım gələcək. Ancaq gəliriniz də ola bilər. Məsələn, bəzi tərəzilər köhnə borclarını geri ala və ya əvvəllər gördükləri işlərə görə haqq ala bilərlər. Günün əvvəli mühüm söhbətlər, əvvəllər fikir ayrılığına səbəb olmuş məsələləri müzakirə etmək üçün çətin ki, uyğun olsun. Xüsusilə tənqidi sevən və heç də hər zaman incə davranmayan insanlarla münasibətdə soyuqqanlılığınızı qorumaq sizin üçün çətin olacaq. Bir az gözləyin, günortadan sonra başqaları ilə münasibət qurmaq xeyli asanlaşacaq. Bugün yarana biləcək çətinliklərə baxmayaraq, yaxşı əhval-ruhiyyəni və nikbinliyi qoruyub saxlayacaqsınız. Bu, işlərinizin öhdəsindən gəlməyə kömək edəcək. İlk uğursuzluqlardan sonra geri çəkilməyəcəksiniz və mütləq məqsədinizə çatacaqsınız. Kiçik məsələlərə görə narahat olmamağa çalışın. Bugün bir çox hallarda çox kəskin reaksiya verməyə meyilli olacaqsınız, buna görə də başqa vaxt diqqət etmədiyiniz xırdalıqları ürəkdən qəbul edə bilərsiniz. Qeyri-adi görüşlər mümkündür. Bugün tanışlıqlar asan və zoş olacaq, başqa vaxt danışmağa belə cəsarət etməyəcəyiniz bir insanla dostluq edəcəksiniz. Kiçik pul gəliri ehtimalı var, son zamanlar sizi narahat edən maliyyə və əmlak məsələləri uğurla həll oluna bilər. Tələsməyin. Günün başlanğıcı vacib məsələlər, məsuliyyətli görüşlər, ciddi məsələlərin həlli üçün çətin ki, münasib olsun. Ancaq bu zaman əvvəllər başladığınız işi başa çatdırmaq, yığılıb qalmış kiçik işlərin öhdəsindən gəlmək sizin üçün asan olacaq. Sevdiklərinizlə ünsiyyətdən həzz ala biləcəksiniz. Onlar sizə dəstək olacaq və yaxşı məsləhətlər verəcəklər. Günün ikinci yarısında bir çox işləriniz uğurlu olacaq. Ulduzların dəstəyi ilə əvvəllər demək olar ki, qeyri-mümkün görünən çəksədə nail olacaqsınız. Romantik münasibətlər ahəngdar inkişaf edəcək. Sevən tərəziləri xoş sürprizlər gözləyir. Əqrəb. Mümkün qədər tez vacib işlərə başlayın. Səhər saatlarında həmkarlarınız və tərəfdaşlarınızla asanlıqla qarşılıqlı anlaşma əldə edə biləcəksiniz. Danışıqlar üçün əla gündür. Artan cazibəniz sayəsində fikrinizi başa düşəcək və ən sərfəli şərtləri müzakirə edəcəksiniz. Bir çox əqrəblər uzun müddətdir gözlədikləri xoş xəbərlər alacaqlar. Günün ikinci yarısı o qədər də uğurlu olmayacaq, ona görə də bu zaman üçün heç bir mühüm işi planlaşdırmamalısınız. Başladığınız işi bitirin, işlərinizi qaydasına salın, ailə və dostlarınıza diqqət yetirin. Günün əvvəlində xüsusilə diqqətli olun. Bu, vacib qərarlar qəbul etmək və ya planları kökündən dəyişmək üçün qətiyyən doğru zaman deyil. Başqaları ilə yola getmək həmişəkindən daha çətin olacaq. Hətta köhnə tanışlar da sizi həmişə düzgün başa düşməyəcəklər. Ancaq sakit qalsanız, münaqişələr və mübahisələr yaranmayacaq. Zaman keçdikcə müsbət tendensiyaların təsiri artacaq. Ulduzların dəstəyi daha çox hiss olunacaq, köhnə arzuların həyata keçməsi mümkün olacaq. Dostlarla görüş sevindirəcək, romantik ünsiyyət də son dərəcə uğurlu olacaq. İntuisiyanıza qulaq asın, onun ipuçları sayəsində siz əvvəllər çətin hesab etdiyiniz məsələni anlaya, bəzi vacib suallara cavab tapa biləcəksiniz. Əvvəllər anlaşmaq mümkün olmayan insanlarla münasibətlərdə yaxşılığa doğru dəyişikliklər ola bilər. Fərqli düşünən insanları daha yaxşı başa düşəcəksiniz. Bütün ən vacib işlər günün birinci yarısı üçün planlaşdırılmalıdır, xüsusilə məhsuldar və uğurlu olacaq. Daha sonra istirahət üçün uyğun vaxt gələcək, müsbət əhvala köklənməyə kömək edən bəzi sakit fəaliyyətlərə baş vurun. Qəlbinizin səsinə xüsusilə diqqətlə qulaq asmağa dəyər, onun məsləhətləri xüsusilə faydalı və dəqiq olacaq. Məhz onların sayəsində siz işlə bağlı düzgün qərarlar verəcəksiniz və pis niyyətli insanların qurduğu tələlərə düşməyəcəksiniz. Uğurlu təsadüflər mümkündür, planlarınıza təsir edəcək gözlənilməz hadisələr, maraqlı fikirlər yer alacaq. Ətrafınızdakı insanlar sizi həmişə düzgün başa düşməyəcəklər, aşkar görünən həqiqətləri bir neçə dəfə izah etməli olacaqsınız, lakin bu sizi əsəbləşdirməyəcək. Günün sonunda hər şeyi düzgün etdiyiniz hər kəsə aydın olacaq. Parlaq və ruhlandırıcı gündür. Köhnə hobbinizi xatırlamaq, bir vaxtlar çox yaxşı bacardığınız işə yenidən qayıtmaq üçün uyğun zamandır. Ancaq yeni işlər də uğurlu olacaq. Burada heç bir problem olmayacaq, tez bir zamanda çox şeyi qavrayacaqsınız.
Yaxşı təsadüflər, bəzi xoş sürprizlər ola bilər. Gün müxtəlif insanlarla ünsiyyət üçün əlverişli olacaq. Son vaxtlar tez-tez mübahisə etdiyiniz insanlarla anlaşacaqsınız, əvvəllər çoxlu münaqişələr gətirən münasibətləri yaxşılaşdıracaqsınız. Çətin sualları müzakirə edə bilərsiniz, düzgün sözlər tapacaqsınız, sizi düzgün başa düşəcəklər. Günün ilk yarısı həyatınızda nəyisə kökündən dəyişmək, mühüm qərarlar qəbul etmək üçün çətin ki, uyğun olsun. Maliyyə məsələlərində diqqətli olmaq xüsusilə vacibdir. Alış-verişə tələsməmək yaxşıdır. Hər hansı maliyyə əməliyyatından əvvəl təcrübəsinə etibar etdiyiniz insanlarla məsləhətləşməyə dəyər. Günün ikinci yarısı əlverişli olacaq. Vəziyyətlər əvvəllər çox mürəkkəb görünən işləri tez bir zamanda həll etməyə imkan verəcək. Köhnə dostlarla, uzaq qohumlarla söhbət etmək imkanı yaranacaq. Ox atan. Yaradıcılıq qabiliyyətlərinizin inkişafı sayəsində gözlənilməz şəkildə özünüzü göstərəcəksiniz. Çətin vəziyyətlərdə qeyri-standart həll yolu tapa və özünüzü dəyərli işçi kimi təsdiq edə biləcəksiniz. Bir çox ox atanlar təsir edici nəticələr əldə edəcəklər. Dostluq və əzmkarlıq sizin xeyrinizə işləyəcək. İlk cəhddə bir şey edə bilməsəniz belə istədiyinizə necə nail olacağınıza qərar verəcəksiniz. Dostluq əlaqələri işlərinizdə faydalı olacaq. Son vaxtlar tez-tez anlaşılmazlıqların yarandığı pozulmuş əlaqələri bərpa etmək və münasibətləri yaxşılaşdırmaq üçün şansınız olacaq. Eyni anda bir neçə işi görməli olacaqsınız. Bugün diqqətinizi yüksək səviyyədə saxlamaq sizin üçün çətin olacaq, ardıcıl hərəkət etmək daha yaxşıdır. Köhnə dostlar kömək etməyə hazır olacaqlar. Ancaq onlar həmişə nəzakətli olmayacaqlar, buna görə də heç də hamı xoşa gəlməz söhbətlərdən qaça bilməyəcək. Günün ikinci yarısı son vaxtlar sizi və yaxınlarınızı narahat edən məsələləri həll etmək şansı verəcək. Burada əzmkarlığınız lazımlı olacaq. Çətinliklər qarşısında geri çəkilməyəcəksiniz, ilk vaxtlar şərait uğursuz olsa da məqsədinizə çatacaqsınız. Təcrübələr edin, yeni üsulları sınayın və başqalarından nümunə götürməklə çox şey əldə edəcəyinizi gözləməyin. Bugün məqsədə öz yolunuzla getməlisiniz. Bunu nə qədər tez başa düşsəniz, bir o qədər faydalı və vacib işlərə vaxtınız olacaq. İş və ya bizneslə bağlı qeyri-adi təkliflər mümkündür. Onları qəbul edib etməməyinizi intuisiyanız sizə söyləyəcək. Gün ünsiyyət üçün əlverişli olacaq. Çoxları ilə razılaşa, hətta rəqiblərlə də anlaşa biləcəksiniz. Romantik hekayənin başlanğıcını qoyacaq tanışlıq istisna edilmir. Günün birinci yarısı işgüzar görüşlər üçün əlverişlidir. Tərəfdaşlar lazımdırsa, onları çətinlik çəkmədən tapa bilərsiniz, o cümlədən nüfuzlu insanların arasından. Əvvəllər sizi zəif hesab edənlər yanıldıqlarını anlayacaqlar. Son vaxtlar rəqibiniz olmuş insanlar sizin tərəfinizi tutmaq istəyəcəklər. Onlarla yaxınlaşmağın doğru olub-olmadığına şəraitdən asılı olaraq qərar verəcəksiniz. İkinci yarı müstəqil iş, xüsusən yaradıcılıq üçün əla vaxtdır. Cəsarətli fikirlər yaranacaq. İdeyalarınızı müzakirə etməzdən əvvəl onları diqqətlə düşünmək lazımdır. Günün əvvəlində vaxt itirməyin. Ən vacib işdən başlasanız və diqqətinizi xırdalıqlara yayındırmasanız, planlaşdırdığınız işlərdən də artığını etməyə vaxtınız olacaq. Ola bilər ki, yeni tanışlıqlar bəzi çətin problemlərin həllinə kömək etsin və bu sizi çox yaxınlaşdıracaq. Gözlənilməz ziyarətlər mümkündür. Qonaqlarınız gələ bilər və yaxşı xəbərlər gətirəcəklər. Günün ikinci yarısı uzun müddət başa çatmayan bəzi işlərə qayıtmaq üçün uyğun zamandır. Bu dəfə hər şey yoluna düşəcək. Düzdür, yaradıcı yanaşma tələb olunacaq, köhnə üsullar səmərəsiz olacaq, yeni bir şey icad etmək lazım gələcək. Soyuqqanlılığınızı qorumağa çalışın və günün əvvəlində təhriklərə boyun əyməyin. Bu, ünsiyyət baxımından asan vaxt deyil. Başqalarını həmişə düzgün başa düşməyəcəksiniz və onlar qəribə davrana bilərlər. Ancaq tezliklə müsbət tendensiyaların təsiri artacaq və hər şey düzələcək. Günün ikinci yarısı vacib məsələlər üçün münasibdir. Onlarla yaxşı bacaracaqsınız və bu çox vaxt aparmayacaq. Sizi yaxşı tanıyan insanlarla iş planlarını müzakirə etmək faydalı ola bilər. Sizə nəyə diqqət etməli olduğunuzla bağlı məsləhətlər verilə bilərlər. Oğlaq.
İlk növbədə özünüzə güvənin, o zaman istənilən sürprizin öhdəsindən gələ biləcəksiniz. Bir çox oğlaqlar, xüsusən də günün ilk yarısında həmkarları və tərəfdaşları ilə fikir ayrılıqlarından qaçmaqda çətinlik çəkəcəklər. Yaxşı olar ki, hakimiyyət orqanlarının diqqətini çəkməməyə və çox zərurət olmadıqca mübahisələrə girməməyə çalışın. Bu, yeni layihələrə başlamaq üçün yaxşı vaxt deyil, ancaq gündəlik işlərin öhdəsindən yaxşı gələcəksiniz. Əgər kifayət qədər səy göstərsəniz, gələcək üçün yaxşı bir təməl yarada bilərsiniz. Sizin üçün əziz olan insanlara diqqət yetirin. Bugün yaxınlarınız qayğınıza ehtiyac duyacaqlar, onlarla daha çox vaxt keçirməyə çalışın. Əvvəllər əldə edilmiş razılaşmaları pozmayın, verdiyiniz bütün vədləri yerinə yetirin. Hərçənd bu, həmişə asan olmayacaq, çünki gözlənilməz hadisələr planlarınızı poza bilər. Müsbət tendensiyaların təsiri güclü olacaq və siz mütləq bütün sınaqların öhdəsindən gələcəksiniz. Bir çox oğlaqlar gözlədiklərindən də artığına nail olacaqlar. Vəziyyətin uğurlu alınması uzun müddətli hədəfə çatmağa imkan verəcək. Tələsməyin. Günün başlanğıcı vacib məsələləri müzakirə etmək üçün çətin ki, uyğun olsun. Mövcud problemlərin həllinə diqqət yetirmək daha yaxşıdır. Bunu yaxşı bacaracaqsınız. Zaman keçdikcə müsbət tendensiyaların təsiri artacaq. Cəsarətli planların həyata keçirilməsi üçün doğru məqamı intuisiyanız sizə xəbər verəcək. Günün ikinci yarısı ideyalarınızı bölüşmək, işgüzar və ya şəxsi münasibətlərdə təşəbbüs göstərmək üçün münasib zamandır. Sizi narahat edən məsələləri yaxınlarınıza deyə bilərsiniz. Lazım olan dəstəyi mütləq alacaqsınız. Səhər vacib və mürəkkəb məsələlərin öhdəsindən gəlmək istəməyəcəksiniz, ancaq səy göstərməyə dəyər. Bu saatlar çox məhsuldar ola bilər və tənbəllik etməsəniz, xırdalıqlara aludə olmasanız, çox şeyə vaxtınız olacaq. Köhnə tanışlar yaxşı məsləhətlər verəcək, onlara qulaq asmaqla həyatınızı xeyli asanlaşdıracaqsınız. Günün ikinci yarısı istirahət və xoş ünsiyyət vaxtıdır. Dostlarınızı ziyarət edə və ya onları öz evinizə dəvət edə bilərsiniz. Qohumlardan biri ilə bağlı yaxşı xəbər, yaxınlarınızla münasibətlərdə yaxşılığa doğru dəyişiklik ola bilər. Söhbət üçün uyğun gündür. Özünüzü bəyəndirmək istədiyiniz insanlarla görüşmək xüsusilə yaxşıdır. Burada xüsusilə çox cəhd etmək lazım deyil, sadəcə özünüz olun və ən xoş təəssüratı yaradacaqsınız. Dostlarla görüş xoş olacaq, romantik görüş də uğurlu alınacaq. Həddindən artıq işləməyin. Bugün üçün yorucu və çətin bir iş planlaşdırmamaq, özünüzə istirahət vermək və özünüzü bərpa etmək daha yaxşı olar. Kiçik səyahətlərə, mənzərəli yerlərdə gəzintiyə çıxmaq faydalı olacaq. Səbrli olun. Səhər təmkin sizə lazım olacaq. Hadisələr istədiyinizdən daha ləng inkişaf edə bilər və çətin ki, nəzərə çarpacaq uğurlara tez nail ola biləsiniz. Ancaq səbr etsəniz, məqsədinizə çatmaq üçün necə davranacağınızı tezliklə başa düşəcəksiniz. Ola bilər ki, ən çətin hallarda belə heç nə gözləmədiyiniz insanlar sizə kömək etsinlər. Günün ikinci yarısı istənilən görüş üçün əlverişlidir. Daha əvvəl ortaq dil tapmadığınız insanlarla belə anlaşa biləcəksiniz. Yeni tanışlarla dostluq etmək asan olacaq. Sevgi münasibətlərinin başlaması da istisna deyil. Dolça. Gün yeni başlanğıclar üçün çox yaxşı deyil. Ancaq işləri qaydasına salmağın, səhvləri düzəltməyin və başladığınız işi yaxşı başa çatdırmağın öhdəsindən gələcəksiniz. Bəzi dolçalar öz tənqidçiliyi və artan əsəbilik səbəbindən başqaları ilə yaxşı münasibətlər saxlamaqda çətinlik çəkəcəklər, lakin biraz səy göstərsələr, hamı ilə mübahisədən qaça biləcəklər. Özünüzü bir yerə çəkə bilsəniz, günün qalan hissəsi çoxlu yaxşı fürsətlər gətirəcək. Həyatınızda mühüm rol oynayacaq maraqlı insanlarla tanış olma şansınız var, fikirlərinizi paylaşın, planlar haqqında danışın, müttəfiqlər axtarın. Bugün güclü insanların nail olmaq şansınız olacaq. Maraqlı biznes təklifləri istisna deyil. Bəzi dolçalar çox perspektivli layihələrdə iştirak etmək şansı əldə edəcəklər. Qeyri-standart qərarlar qəbul etmək bacarığı bugün sizə çox faydalı olacaq. Heç kimin fərqinə varmadığı fürsətləri görəcək və dərhal onlardan yararlanacaqsınız. Gün təşkilati məsələlərin həlli dövlət qurumları ilə əlaqələr üçün münasibdir. Tərəfdaşlar axtarın. Bugün nüfuzlu insanların dəstəyinə üz tutmaq şansınız olacaq.
Siz həmfikir insanlarla tanış olacaqsınız və sizin üçün vacib olan mövzularda onlarla səmimi danışa biləcəksiniz. Bəzi dolçalar bugün yeni dostlar tapacaqlar. Romantik münasibətlərin başlanğıcı da mümkündür. Ancaq onlar istədiyiniz qədər tez inkişaf etməyəcək. Gün maliyyə məsələlərinin həlli üçün münasibdir. Gözləmədiyiniz yerdən gəliriniz ola bilər. Maraqlı iş təklifləri də ala bilərsiniz. Gözlədiyinizdən daha çox narahatlıqlar olacaq, planlaşdırılan işlərə yeniləri əlavə olunacaq. Ola bilər ki, başqalarının səhvlərini düzəltməli, başqası üçün vacib olan işləri görməli olacaqsınız. Günün kifayət qədər gərgin keçəcəyinə baxmayaraq, əhvalınız yaxşı olacaq. Bu, başqaları ilə anlaşmanıza kömək edəcək, heç kimə hirslənməyəcəksiniz, hamı ilə ortaq dil tapacaqsınız. Gözlənilməz pul daxil olmaları, sərfəli sövdələşmələr mümkündür. İntuisiyanız mürəkkəb maliyyə məsələlərini həll etməyə kömək edəcək. Günün ikinci yarısı üçün səfərlər planlaşdıra bilərsiniz, çoxlu canlı təəssüratlar verəcək. Yeni və qeyri-adi fəaliyyətlər üçün yaxşı gündür. Gündəlik qayğılardan qaçmaq, yaradıcılığa, xəyal qurmağa, ixtira etməyə imkan verən işlərə keçmək sizin üçün çox faydalı olacaq. Əvvəllər haqqında düşünmədiyiniz istedadlarınızı kəşf etməyiniz mümkündür. Bəzi dolçalar çoxlu zaman ayıracaqları bir hobbi qazanacaqlar. İntuisiyanız sevdiklərinizlə və yeni tanışlarla ümumi dil tapmağa kömək edəcək. Onun göstərişləri sayəsində əvvəllər yola getmədiyiniz insanları başa düşəcəksiniz. Qırılmasına məyus olduğunuz münasibətləri bərpa etmək şansınız olacaq. Biznesə ciddi yanaşma sizə xırda səhvlərdən qaçmağa, başqalarının uğursuz olduğu yerlərdə yaxşı nəticələr əldə etməyə imkan verəcək. Ancaq güclü tərəflərinizi düzgün qiymətləndirmək vacibdir. Unutmayın ki, hətta sizin üçün də hər şey mümkün deyil. Beləliklə, enerjinizi boş yerə sərf etməyəcəksiniz, real problemlərin həllinə diqqət yetirəcəksiniz. Günün ikinci yarısında dincəlmək, diqqəti qayğılardan yayındırmaq üçün vaxt olacaq. Qohumlar kiçik səfərlərdə və gəzintilərdə məmnuniyyətlə sizi müşayiət edəcəklər. Hər kəs yaxşı vaxt keçirəcək, çoxlu müsbət emosiyalar alacaqsınız. Balıq. Günün ilk yarısında bütün vacib işləri görməyə çalışın. Müxtəlif insanlarla əlaqələr qurmaqda əla olacaqsınız. Bir çox balıqlar müvəffəqiyyətlə istifadə edəcəkləri sağlam məsləhətlər alacaqlar. Nüfuzlu insanlarla əlaqələr qura biləcəksiniz. Gəlirdə cüzi artım ehtimalı var, ofis romantikasının başlaması ehtimalı var. Günün ikinci yarısında diqqətinizi vacib olana yönəltmək və diqqətinizi xırda şeylərə ayırmamaq çətin olacaq. Heç yerə tələsməməlisiniz, əks halda gələcəkdə çoxlu problemlər gətirəcək səhv qərarlar qəbul etmək riskiniz var, diqqəti öz üzərinizə çəkməkdən qorxmayın. Bugün daha çox şeyə nail olacaqsınız, əgər öz fikirlərinizdən və planlarınızdan danışsanız, ətrafınızdakı hər kəsə öz ideyalarınızı izah etsəniz. İntuisiyanıza diqqətlə qulaq asmaq faydalıdır. Xüsusilə iş və bizneslə bağlı məsləhətləri dəqiq və vaxtında olacaq. Çox sevinəcəksiniz, qeyri-adi görüşlər, tanışlıqlar mümkündür. Bəzi balıqlar əvvəllər haqqında çox yaxşı sözlər eşitdikləri insanlarla ünsiyyət qura biləcəklər. Romantik bir əlaqə də başlaya bilər. Yeni münasibətlər sürətlə inkişaf edəcək və bu sizi sevindirəcək. Vacib məqsədlərə çatmaq istəyirsinizsə israrlı olun. İstədiyiniz hər şeyi dərhal əldə etməyiniz çətin deyil. Ancaq səbirli və uğura inamlı olmaq hər hansı bir çətinliyin öhdəsindən gəlməyə kömək edəcək. Bundan əlavə, etibarlı müttəfiqlər tapmaq, yeni tanışların dəstəyinə müraciət etmək şansınız olacaq. Günün ilk yarısı yaradıcılıq axtarışları və yeni işlər üçün münasibdir. İkinci yarısında isə cari işlərə qayıtmaq faydalı olacaq, bəzi yarımçıq işləri başa çatdıra biləcəksiniz. Axşam sizi gözlənilməz görüşlər gözləyir. Çox darıxdığınız dostlarınızın ziyarətə gəlməsi mümkündür. Gün şübhəsiz ki, bəzi gözlənilməz hadisələrlə yadda qalacaq. Planlarınızı dəyişməli, yeni qərarlar qəbul etməlisiniz. Amma narahatlığa əsas yoxdur. Hər şey sizin üçün yaxşı olacaq, intuisiyanız sizə necə davranacağınızı söyləyəcək. Başqalarının gözündən qaçan detalları görəcəksiniz və bu, yeni situasiyanı idarə etməyə kömək edəcək. Günün ilk yarısında başqaları ilə anlaşmanız asan olacaq, lakin sonradan ümumi dil tapmaq çətinləşəcək. Ancaq münaqişələrin qarşısını almaq üçün bir yol tapacaqsınız.
Hətta qırılmasına peşman olduğunuz əlaqələri də bərpa edə bilərsiniz. Çox şey etmək istəyirsiniz və çətin ki, nəsə buna mane olsun. Yaxşı ideyalarınız yaranacaq, siz dərhal onların həyata keçirilməsi ilə məşğul olacaqsınız. Ətrafdakı insanlar bunu qiymətləndirəcək və kömək təklif edəcəklər. Ortaqlarınız arasında nüfuzlu da ola bilər. Onlarla dostluq etmək asan olacaq. Yaxşı olar ki, ailə əmlakı ilə bağlı məsələlərin müzakirəsi təxirə salınsın.